İndi 3 də deyir böyükdür 2-dən. 3 ıqda 2 eləyir 31. Cavabcı bəndə 31. Sən mənim ağıllım. Yaxşı, onu da get Toğrul. Onu gedə bilək, 10 bölmədir. Bölməni sən nə bilmirsən. Gələk 10 işləsin Nərgiz. Müəllim, burada 27-ni bölürük. Tələsmə Nərgiz. Sənə burada bir dənə çıxış yolu veribdi aşağıda. Nə Mən veribdi? burada aşağıdan başlayıram. Bəli, qarpızı qarpıza vurub nə alıbdı? Meyvə şirəsi alıbdı. Aha. Və sonra meyvə şirəsi, deməli, neçəyə vurub meyvə şirəsini alıbdı. Və 27-ni də bölüb meyvə şirəsinə alıbdı qarpızın dibini. Meyvə şirəm neçə ola bilər? Mənim üçün 9. Meyvə şirəm oldu 9. Meyvə şirəm deyirəmi? Qarpızımız oldu 3. Qarpızım oldu 3. Deməli 27-ni bölürəm meyvə şirəsinə. Alıram qarpızı yenə 3. 27-ni bölürük 9 eləyir 3. 9'u bölürük 3'e eləyir 12. 9'u üstüne 3 gəldi. 9'un üstüne 3 eləyir 12. 3'ü 3'e vururuz eləyir 9. Və ən sonunda məndən meyvə şirəsi. Şirə suyumuzda mənim 9'du bebədi. 9'du aydın. Aha. Elmir geçsin 11. sualı. Mən 11-ci sualda 5-i dondurmaya vurur 20 eləyir. Deməli mənim dondurma 4-dür. Mənim 4-ü Neçəyə mən vursun? 4-ü isə Topa vurub. mən 4-ü də 9-a vursaq 36 eləyir. Deməli mənim top deməli mənim 9-dur. Mən 94-dən 28 mən 94-dən 28 çıxanda müəllim cavab 66 eləyir. Cavab A bəndə 66. Aferin. Aferin. 12'ni görək gedə bilərmi Toğrul? Toğrul gedə bilərsən 12'ni. Müəllim, xeyr, burada bölmə var. Hələ sən toxlamanı tap, narahat olma. Bölmə yerində Elmir sən kömək edər. Bölməni amma həftə sonuna kimi əzbərlə. Əlimci 3'də gəl 3 eləyir 7 demə 2 4 4 imiş. Aha. 44 3'də gəl 13 eləyir 57. İndi mənim cığların nə oldu? 4. Bölmədə 4 4. 4 4-ə vuranda neçə eləyir Toğrul? Cığını cığıya vur ki fını tapasan bölmədə. Deməli, böləni qismətə vur. 16. Ay sağ ol. Deməli fım nə oldu? 16. Gördün bölməni bilmirsən, 2 dənə görsən orada oxşar eyni rəqəmləri, hərfləri veribdi. Neçədən məsələn neçəni bölsəm eyni. Məsəl üçün eyni alınlar. Məsələn cığım nəyə olmuşdu? Cığım olmuşdu 4. 4 4'ə vurursan tapırsan F'i. F'im nə olur? 16. 16. Aferin. Gələk Nərgizə. Nərgiz işləsin. 13. sualı.